Sülhün bir addımlığında olan iki ölkə Azərbaycan və Ermənistanla bağlı beynəlxalq arenada xaotik iddialar səsləndirilir. Bir yandan ABŞ dövlət katibi Marco Rubio tərəflər arasında real silahlı münaqişə riskinin qaldığını deyir. Digər tərəfdən isə bölgədə mövcud təzyiqin qarşısını almağa çalışdıqlarını xüsusi olaraq vurğuluyor. Bir müddət sonra isə Rusiyadan da oxşar açıqlama gəlib. Ölkənin müdafiə naziri Andrey Belousov Sinik bölgəsindəki gərginliyə diqqət çəkib. Eyni zamanda belə bir vəziyyətin həlli istiqamətində hər cür köməyə hazır olduqlarını da dilə gətirib. Ermənistan parlamentinin nümayəndəsi Tigran Abramyan bu cür bəyanatları regionda xarici aktorların geosiyasi müxalifətinin mövcudluğu ilə əlaqələndirib. Bu baxımdan da Bakı və İrəvan arasında sülhlə bağlı nümayiş etdirilən optimist mövqelər arasından narahatlıq doğuranları xüsusi diqqət çəkir. Bu bəyanatlar həmin dövlətlərin Güney Qafqazdakı proseslərdə aktiv rol almaq niyyətlərindən irəli gəlir və bununla Ermənistan cəmiyyətində və ümumiyyətlə beynəlxalq səviyyədə belə ab-hava yaratmağa çalışırlar ki, tərəflər özləri razılığa gələ bilmirlər, ona görə də vasitəçiyə ehtiyac var və bu gərginliyin qarşısını alması üçün də özlərinin vasitəçiliyini və moderatorluğunu təklif etmək niyyəti güdürlər. Münaqişə riski ilə bağlı səsləndirilən iddialar fonunda Ermənistan adəti üzrə dezinformasiya yaymağa davam edir. Ölkənin Müdafiə Nazirliyi Azərbaycan ordusunun güya Xəznavar yaşayış məntəqəsi istiqamətində atəş açdığını bildirib. Amma qarşı tərəfin 44 günlük müharibədə belə bircə dəfə də olsun mülki yaşayış obyektlərini hədəf seçmədiyini unudub. Azərbaycanın Müdafiə Nazirliyi isə məsələyə adekvat cavab verərək yayılan məlumatların həqiqəti əks etdirmədiyini bir daha vurğulayıb. Elə həmin gün ordumuzun hərbçisi xəritələrin təqdim edilməməsi səbəbindən Kəlbəcərdə minaya düşüb. Bu isə dezinformasiya yox, real faktdır. Bu da Ermənistanın yürütdüyü siyasətdə sülhlə bağlı verdiyi açıqlamalarda nə qədər qeyri-səmimi olduğunun göstəricisidir. Ermənistanın burada problemi nədir? Müstəqil siyasət yoxdur. Bir növ bu ölkə öz ərazisini bir plastarma çevirib. Burada Rusiyanın 102-ci hərbi bazası, burada Müdafiə Nazirliyində ABŞ-dən olan Pentagon nümayəndələri, Fransanın Müdafiə Naziri nümayəndələri, Avropa İttifaqının binoqlu diplomatiyası, yəni bir növ bu ölkənin ərazisi bir plastarmdır və beynəlxalq münasibətlər sistemində əks qütbdə olan qüvvələr kiçik bir ölkə ərazisində bir yerdədirlər. Regionda mövcud olan siyasi vəziyyət kənar müdaxilələr isə Cənubi Qafqazda artan geosiyasi rəqabətlə bağlıdır. Xarici güclərin burada toqquşan maraqları xüsusilə də Ermənistan ətrafında baş verənlər vəziyyətin sabitlikdən daha çox qeyri-müəyyənliklə müşahidə olunduğunu göstərir.